işi bədə düşən, canı xəstələnən, işləri düz getməyən insan bir dəfə demir ki, mən neynəmişdim belə oldu. Mən heç kimdən eşitməmişim. Ancaq bunu Quran deyir, bir də Peyğəmbərin hədislərində var. Peyğəmbərlərdən hansı biri çətinə düşür, deyir, ilahi mən neynəmişdim belə oldu. Bizə başa salmaq istəyir ki, əgər bu dünyada işlərin çətin gedirsə, bəşər, nəsə eləmisən, çətinə düşmüsən, nəsə eləmisən, xəstələnmisən, nəsə eləmisən. Dərmanın nədir? O elədiyini tapıb düzəltmək. Bir nəfərin qəlbinə dəydin, indi işlərin düşüb bədə. Həyatda hər əməlin əksi təsiri var. Yaxşılığın yaxşı kimi, pisliyin pislik kimi. Çətinə düşmüsən, nəsə eləmisən düşmüsən də, nə eləmisən? Axtarmalısan. Ya oğurluq eləmişəm, ya haram yemişəm, ya qəlbə dəymişəm, ya özümü çox dartmışam, ya çox dünyagir olmuşam, ya valideynimə qulaq asmamışam, ya haqq itirmişəm, ya sənin cibimə girmişəm, axır ki bir şey eləmişəm. Və onun nəticəsini indi görürəm. Gedirdir həkim məni müalicə elə. O dövrdə, sizə 2 dənə hədis deyim, o dövrdə bir dənə şah xəstələnib, ya Hüseyin xəstələnib, indi şahdır da bütün həkimləri hamını çağırıblar, o dövrün özünün həkimlərinin yoxlamaları, analizləri, onlar daha yaxşı biliblər. Hamısı baxır görür ki, bu şahda müalicə olunası bir xəstəlik yoxdur. Biraz qüvvətləndirici, gücləndirici, əhval-ruhiyyə yaxşılaşdırıcı bitkilərdən veriblər, şah sağalmır. Deyir, gedin daha bilici bir adam axtarın. Daha bilici bir həkim axtarın. Deyirlər, o Fars tərəflərdə bir dənə daha bilici həkim var. Şah xəbər göndərir, gətirirlər. O da şahı müayinə eləyir, yoxluyur, analiz eləyir. Baxır, görür, bunda xəstəlik yoxdur. O necə bizim indi nevroz adamlar gedir, analiz verir, deyir, hər şey düz çıxdı ya. Əzizim, analiz nə yoxlayacaq? Qaraciyəri, yağın piyliyi, qanın piyli olmağın, qanda soyuq dəymə var ya yox, alat belə getdi, asat belə getdi, bilirubin belə getdi, kreatin belə getdi. Bunların heç biri ruh demək deyil. Xəstə olan ruhdur. Yoxladı şahı, gördü bunda xəstəlik yoxdur. Yaxınlaşdı vəzirə, dedi, bu şahın pis cəhəti nədir? Dedi, valla bunun pis cəhəti yoxdur, çox yaxşı insandır. Bir dənə çatışmayan şey budur ki, atası ilə danışmır. Həkim ona deyərəm ki, sağalmağın yolun tapsın, tək dərmanla yox. Gələ həkim də sənə deyə, bala, bəlkə onunla danışmısan, ona görə xəstələnmisən, bəli. Körpəlikdə ananın ürək döyüntüsünün səsi olmasa, övlad yata bilmir. Uşaq rahatlıq tapa bilmir. Məsələn, 4 gündür uşaq dünyaya gəlir, ana yoxdur, ananın ürək döyüntüsünün səsi yoxdur, yata bilmir. Anası ölən körpəyə yeni doğmuş ananın ürək döyüntülərinin səsini yığırlar, otağa buraxırlar, görürlər uşaq rahatlaşdı, bəli, sən onsuz böyüyə bilmirdin. İndi ondan danışmaya xoşbəxt olmaq istəyirsən, harada yazılır? Mənim sizə dediyim bu metafizikadır, bu din deyil. Metafizikadır bunlar. İndi sən anasız xoşbəxt olmaq istəyirsən, yox. Vəzir dedi ki, çox yaxşı şahdır, çox yaxşı adamdır. Amma atası ilə danışmaya tapdım mən, tapdım. Güya dərman düzəldib, şahın otağına icazə alıb daxil oldu. Dərmanları verib çıxanda dedi, şahım, düzün bilmək istəyirsən, düzün. Hər kəs deyir, axı, mənə düzün dilən, ancaq heç kim o düzü qəbul eləmir.
Düzün deyim sənə, Allaha and olsun, düzün desən məndən düşmən olasın. Ha, hamı deyir düzün dinən. Kim düzü qəbul edir ki? Oğruya gedib deyirsən ki, abala sən düz eləmədin oğurladır. O mənə deyirsən, o mənim haqqım idi. Bir yerdən pul tapmışdı, abala sənin deyil. Yerdən tapılan pul sənin deyil. Dedi, yo, Allah özü görür. Görür ki, mənim ayaqqabılarım cırılmışdı, mənim üçün onu getirdi. Allah deyir, mən belə getirmirəm. Mən belə getirmirəm. Mənim getirdiyim zəhmət müqabilindədir. Zəhmət çəksən, zəhmətimin müqabilində getirəcəm. Siz özü üçün nə Allah düzəltmişsiniz, onu bilmirəm. Dedi, şah sənə düzün deyim, dedi dinən. Dedi, şah sağalmayasın. Nə qədər ki, atamın qəlbi səndən narahatdır. Get. Onun qəlbin ələ almasın, sağalmayasın, əzizlər. Dərman budur ya. Mən danışdıqlarıma məsuliyyət daşıyıram. Hədərə söz danışmıram, dərman budur. Gecənin bir yarısında şah durdu, keçdi atasının otağına, atası yatıb əli ilə onun ayaqlarını tutdu, öpdü. Ata ayıldı, validenin də qəlbində Allah məhəbbət qoyub da, rəhmət qoyub da övladlara. İndi biz onu şişirtmişik. Biraz şişirtmişik. Övladı o qədər istəməzlər ki, indiki cəmaat istəyir. İndiki cəmaat deyir ki, mən rüşvət alım, oğurluq eləyim, tək ki, mənim oğlum yaxşı yaşasın. Əzizim, oğlumun yaxşı yaşaması üçün ona ömür uzadan şeyləri öyrətmisən? Yox. Dost qazanmaq yolunu öyrətmisən? Yox. İnsan tanımaq elmin öyrətmisən? Yox. Sən ona ancaq biclik öyrətmisən. O onunla heç yerə çıxa bilməz. Həyat